Cəbrayıl su meliorasiya sistemlərinin istismar idarəsi İmişli rayon ərazisində Cəbrayıl rayonuna məxsus 4529 hektar torpaq sahələrinin suvarılması işləri ilə məşğul olur. İdarənin balansında 100 kilometrə yaxın suvarma kanalları, onlar üzərində 574 ədəd hidrotexniki qurğu, 80 körpü keçidlər mövcuddur. 137 kilometr kollektor drenaj şəbəkəsində 7 kilometr uzunluğunda 9000 kub metr lildən təmizləmə işləri, 4000 kub metr buldozerlə hamarlama işləri görülüb. Xidməti ərazilərimizdə 1000 hektar taxıl, 1954 hektar yonca, 20 hektar pambıq, 19 hektar şəkər çuğunduru və digər bitkilər əkilmişdir. Taxıl bitkisinin vegetasiya suvarma dövrü başa çatmış, hal-hazırda yonca, pambıq, şəkər çuğunduru, əyətyanı sahə və digər sahələrə suvarma suyunun verilməsi davam etdirilir. 104.2 km uzunluğunda suvarma kanallarımızın 82.9 kilometri açıq tipli, 21.3 kilometri isə qapalı tipli kanallardır. Əkin sahələrinin suvarılması ilə yanaşı əhalinin içməli su təminatı da həyata keçirilir. Su xəttlərində baş verən qəzalar operativ şəkildə aradan qaldırılır ki, bu da fasiləsiz içməli su təchizatını təmin edir. Abonentlərə xidmət göstərmək üçün idarəmizin balansında içməli su təyinatlı 11 nasos stansiya, ümumi tutumu 9200 kub metr olan 14 ədəd su anbarımız mövcuddur. İdarəmiz içməli su mənbəyi olaraq yeraltı su mənbələrindən istifadə edir. Bu məqsədlə idarəmizin balansında 17 ədəd içməli su təyinatlı suvarısan quyumuz mövcuddur. Ərazidə fəaliyyət göstərən fermerlər əkin sahələrini vaxtında suvarma suyu ilə təmin etdikləri üçün məhsuldarlığın artdığını bildirir. Son illər görülən meliorativ tədbirlər su itkisinin qarşısını alır, suyun maneəsiz axınını təmin edir. Mütəmadi olaraq pambıq əkirik ilbəil. Onun dövlətimiz sağ olsun ki, suvarması ilə bağlı bizə çox böyük dəstək verir. Onun yerli orqanları da, o cümlədən də Cəbrayıl Meliorasiya İdarəsi suvarmasını çox mütəmadi təşkil etdiyi üçün pambığımız da göz qabağındadır. Bu il də keçənkindən yüksək məhsul gözləyirik. Qeyd edək ki, bu il ümumilikdə suvarma kanallarında 19 kilometr məsafədə lildən təmizləmə işləri həyata keçirilib. Kanalların 12 kilometri isə əl ilə kölkosdan təmizlənib. Bundan başqa 15 ədəd hidrotexniki qurğu təmir olunub.